Nədir sorğu və araşdırma əsaslı təlim? Buradan başlayaq birinci. Ümumiyyətlə, adından bəllidir ki, bu təlim modelində şagirdlər araşdırma aparır. Hansısa bir sorğu qoyulur, bu sorğunun qarşılığında da şagird araşdırma aparır. Yəni, bunu adından tuta bilirik ki, bu təlim modelində bir problem, bir sorğu qoyulur və şagirdlər də araşdırma aparır. Amma burada bir neçə addım var, onları bilmək lazımdır. Ümumiyyətlə, bu modeli, belə deyək, hazırlayan alimlər belə düşünürlər ki, insanın marağı olanda hər şey öyrənməyə hazırdır. İnsan nə vaxt araşdırmağa maraqlı olur? O mövzu ilə bağlı maraqlı olanda. Məsələn, bizim özümüz də eləyik də, lap uşaq olduq olmadıq, elə vacib deyil ki, uşaq olaq, biz də həmişə öyrənməyə açığıq da. Biz nə zaman araşdırma aparırıq? Bir şey bizə maraqlı gələndə, maraqlıdır, onu araşdırın, mütləq görüm ki, burada məsələ nədən gedir. Amma maraqlı gəlməyəndə nəyimizə lazımdır biz onu araşdırıq, düzdürmü? Əsas bizə odur ki, maraqlı gəlsin, biz onu başlayaq araşdırmağa. Burada da məqsəd ondan ibarətdir. Elə bir məsələlər qoyulmalıdır ki, şagirdə maraqlı gəlsin. Yəni, təlim nəticəsindən kənara çıxmırıq, təlim nəticəsi ilə bağlıdır. Amma şagirdə maraqlı gəlməlidir. Adətən təbiət elmləri ilə bağlı olur bu sorğu və araşdırma əsaslı təlim. Çünki burada praktika var. Yəni, praktik təcrübə aparırlar, praktik araşdırma aparırlar. Amma bu o demək deyil ki, digər fənlərdə olmaya bilməz. Yəni, mənbələrdən də araşdırma aparmaq olar. Məsələn, tarixdə o qədər də praktik təcrübələr olmur, düzdürmü? Məsələn, bizim ixtisasımız humanitarda o qədər də praktika tələb eləmir. Amma mənbələrdən araşdırma tələb eləyən bir elmdir. Yəni, təkcə sırf, belə deyək, praktik deyil, mənbələrdən də araşdırma aparmaq olar. Amma bugünkü nümunəni sırf praktika ilə çəkəcəm. Yəni, praktiklə çəkəcəm bugünkü nümunəni ki, necə olur ki, uşaqlar araşdırma aparırlar. Burada əsas 5 mərhələdən ibarətdir. Birinci mərhələ yönləndirmədir. Yönləndirmənin mənası maraq oyatma deməkdir. Motivasiya, yönləndirmə, maraq oyatma, bunlar hamısı eyni şeydir. Yəni, şagirdə təlim nəticəsinə maraq oyatmalıyıq. Bu aydın məsələdir. Bunu bütün dərslərdə eləyirik. Eyni zamanda burada da eləyirik. Şagirdə təlim nəticəsinə maraq oyadırıq. Şagird ona maraqlı olur, öyrənməyə maraqlı olur. İkinci addımda isə artıq problemi qoyuruq. Problemi qoruq və şagirdlərin fərziyyəsini dinləyirik. Gəlin problemi qoyaq, əyani şəkildə fərziyyəsini dinləyək. Deməli, A bitkisi, B bitkisi söhbətindən danışacağıq. İki fərqli otaqda eyni bitkilər eyni vaxtda əkilibdir və eyni cürdə qulluq görübdür. Lakin B bitkisi A bitkisinə nisbətdə zəif inkişaf eləyib. Müəllim sorğu qoyur ki, sizcə niyə B bitkisi A bitkisi ilə müqayisədə zəif inkişaf eləyibdir? Yəni, bu sorğunun qoyulmasıdır. Sorğu və araşdırma əsaslı təlimdə ilk addımdır. Daha doğrusu ikinci addımdır. Birinci yönləndirir, maraq yaradır. Maraq yaratmağa çox girməyəcəm. Motivasiyada bunu istənilən formada eləmək olar. İkincidə artıq sorğu qoyulur. Sorğu qoyuldusa, ikincidə fərziyyələrin dinlənməsi də var ikinci addımda. İkinci addım belə gedir. Sorğunun qoyulması və şagirdlərin fərziyyələrin dinlənməsi. Şagirdlər nə fərziyyə eləyirlər? Şagirdlər fərziyyə eləyirlər ki, yəqin suyu yaxşı verilməyibdir, vaxtında su verilməyibdir, yəqin gübrə verilməyibdir, yəqin qabı balacadır və yaxud da qabı böyükdür. Bu cür fərziyyələr irəli sürürlər. Amma fərziyyələrin irəli sürülməsi müəllim tərəfindən dinlənilir və şagird bir nəzərdən keçirilə bilər, yəni fərziyyələr. Amma növbəti addım araşdırmadır. Əsas addım, ən çox vaxt aparan addım araşdırmadır. Şagirdlər bu fərziyyələrin düzgün olub olmamasını təsdiqləmək üçün nə etməlidirlər? Araşdırmağa keçməlidirlər. Araşdırmağa keçirlər. Araşdırmağa keçən zaman öyrənmə fəaliyyəti baş verir. Yəni, şagirdlər praktik öyrənməyə baş verirlər. Birinci, araşdırırlar su vaxtında bitkiyə verilibmi? Araşdırırlar, öyrənirlər, bitkiyə kim qulluq eləyir, suyu nə vaxt verir, saat neçə saatdan bir verir, hər gün mü verir və s. Bunu əyani şəkildə öyrənirlər. Sonra ortaya çıxır ki, araşdırma zamanı temperatur da bitkin böyüməsinə təsir göstərə bilər. Deməli, şagirdlər nə edirlər? Başlayırlar mütəmadi olaraq otaqda temperatur ölçməyə. Bu bir neçə gün davam edir. Yəni, bu bir dərsin məsələsi deyil. Ümumiyyətlə, təlim modelləri bir akademik dərsdə həyata keçiriləcək məsələlər deyil. Bunlar bir neçə dərsə olur. Bir neçə gün davamlı olaraq hər iki otağın temperaturunu ölçürlər. Amma məlum olur ki, temperaturda da problem yoxdur. Hər iki otağın temperaturu demək olar ki, eynidir. Və araşdırırlar yenidən, araşdırmada məlum olur ki, bitkinin böyüməsinə günəş işığı da təsir göstərir. Başlayırlar bunu praktikadan keçirtməyə. Hər otağa hər gün günəş işığı nə qədər düşür. Və nəticə olaraq məlum olur ki, günəş işığı deməli B bitkisi olan otağa daha az düşür, A bitkisi olan otağa daha çox düşür. Deməli, artıq şagirdlər tapıblar nəticəni. Bitkinin zəif inkişaf eləməsinə səbəb günəş işığının az düşməsidir.
Amma bunun hamısı araşdırma mərhələsində olmur. Araşdırma mərhələsində şagirdlər araşdırırlar, fərziyyələri ilə araşdırdıqları məlumatları qarşılaşdırırlar, sonra nəticəyə gəlirlər. Nəticəyə gəlirlər, növbəti addım olur nəticə. Nəticə ortalığa qoyulur, nəticə ilə əvvəlki deyilən fikirlər müqayisə olunur və keçilir növbəti mərhələyə, yəni qiymətləndirmə mərhələsinə. Daha doğrusu buna müzakirə, refleksiya mərhələsi də deyirik. Qiymətləndirmə sırf adı qiymətləndirmə getmir, adı gedir müzakirə, refleksiya mərhələsi. Burada artıq şagirdlər nəticəni təqdim edirlər. Ya sinif yoldaşlarına, ya müəllimə, komanda halındadılarsa komandalar bir-birinə təqdim edirlər. Qrup halındadılarsa yenə də qruplar təqdimat yaparırlar. Yəni nəticə təqdim olunur. Bu da olur müzakirə mərhələsi. Bununla da sorğu və araşdırma əsaslı təlim bitir. Lakin burada bir məsələ var. Keçid görürsünüz burada necədir? Davamlıdır. Keçidlər arasında kəskin bir şey yoxdur. Məsələn, müəllim desin ki, uşaqlar keçirik filan mərhələyə, keçirik filan mərhələyə. Belə bir söz olmur burada. Yəni müəllim yönləndirir, istiqamət verir, problemi necə həll etmək lazımdır, hansı mənbələrdən istifadə etmək lazımdır, fasilitasiyalarını eləyir, lazım gəndə scaffolding də eləyir. Bu heç, bu öz yerində. Sadəcə olaraq burada mərhələlərdən keçid, dərsin mərhələləri kimi baxmayaq bunu. Təlimdə öz-özünə baş verir bu. Birinci problem qoyulur. Daha doğrusu bağışlayın. Birinci yönləndirmə, yəni motivasiya. Sonra problem qoyulur, fərziyyələr dinlənilir. Sonra araşdırma mərhələsi. Araşdırmadan sonra nəticələrin ortalığa qoyulması, əvvəlki fərziyyə ilə əldə olunmuş nəticələrin qarşılaşdırılması, sonda isə müzakirə və refleksiya. Yəni bu proses, belə deyək də, ardıcıl olaraq, yəni burada keçid o qədər də nəzərə çarpmır. Amma burada bir məsələyə toxunacağıq, 5Y modelinə də toxunacağıq. Sorğu və araşdırma əsaslı təlimin ən, belə deyək, düzgün istifadə oluna biləcək metodu 5Y modelidir. 5Y modeli niyə deyirik? İngilis dilində 5 mərhələdən ibarətdir və hər mərhələ İngilis dilində E hərfi ilə başladığına görə buna deyirik 5Y modeli. 5Y modeli də 5 mərhələdən ibarətdir. Sorğu və araşdırma əsaslı təlim modeli 5Y ilə tətbiq olunanda daha yaxşı olur. Yəni, tətbiq olunma, belə deyək də, tətbiq olunma modelidir də. Elə bir sorğu və araşdırma əsaslı təlimin tətbiq olunması 5Y-də olunanda daha yaxşı, effektiv olur. 5Y nədir? 5 mərhələdən ibarətdir. Maraq oyatma, deməli, 5Y modeli nə oldu? 5Y modeli 5 mərhələdən ibarətdir. Maraq oyatma, İngiliscə engage, ola bilər İngiliscə sözü düzgün tələffüz eləmirəm, yəni gülməni tələffüz eləyə bilərəm, üzürlü sayın. Bunu da izahına ehtiyac yoxdur. Yəni maraq oyatma da, necə sorğu və araşdırmada yönləndirmədir, burada da maraq oyatmadır. Amma burada sualın qoyulması, fərziyyələrin dinlənməsi məsələsi yoxdur. Maraq oyadılır, birbaşa keçirilir nəyə? Araşdırmaya keçirilir. Yəni yoxdur nə mənada qoyulur sual. Sadəcə maraq oyatmanın elə tərkibində qoyulur. Sonra araşdırma mərhələsində uşaqlar öyrənmə fəaliyyəti baş verir, araşdırırlar. Sonra üçüncü gəlir izah etmə mərhələsi. İzah etmə mərhələsi müəllim tərəfindən həyata keçirilir. Araşdırılmış deməli məsələlər müəllim tərəfindən müzakirə olunur, nəticələr müzakirə olunur və konkret bir nəticəyə, ümumi bir anlayışa gətirilib çıxarılır. Sonra gəlir, belə deyək, möhkəmləndirmə. Möhkəmləndirmə mərhələsində isə dərinləşdirmək lazımdır məsələni. Hansısa bir misallar, nümunələr qoyula bilər. Əldə edilmiş bilikləri daha da genişləndirmək üçün hansısa bir tapşırıq yenidən verilə bilər möhkəmləndirmə mərhələsində. Yəni, əhatə dairəsi daha da genişlənir məsələnin. Anlayış daha da, tətbiq dairəsi genişləndirilir möhkəmləndirmə mərhələsində. Bu da əvvəlki mərhələlərin davamı olaraq dərinləşməyə gedir və sonda gəlir qiymətləndirmə mərhələsi. Qiymətləndirmə mərhələsi də eynən müzakirə və nəticələrin yoxlanılmasına oxşuyur, refleksiyadır. Yəni sonuncu mərhələdir, şagirdlərin öyrəndikləri qiymətləndirilir. Qiymətləndirmə təlim nəticələrini, meyarlarına əsasən aparılır. Özünü qiymətləndirmə də aparıla bilər, yoldaş qiymətləndirilməsi də aparıla bilər, müəllim qiymətləndirməsi də aparıla bilər. Fərqi yoxdur. İndi gələk əsas məsələyə. Sorğu və araşdırma əsaslı təlim bizim nəyimizə lazımdır? Birincisini dedik ki, şagird maraqlı olmalıdır öyrənməyə, o heç. Amma əsas məqsəd şagirdə bilik vermək deyil. Ola bilsin ki, əldə olunan bilik ona həyatda heç lazım olmayacaq. Hər bilik hamıya lazım olmur ki. Əsas məqsəd şagirddə 21-ci əsr bacarığı formalaşdırmaqdır. Yəni, əməkdaşlıq, fikrini ifadə edə bilmə, problem həll etmə, dəyərləndirmə, ünsiyyət bacarığı,
sonra informasiya ilə işləmək, informasiyanı qəbul edə bilmək, informasiyanı ötürə bilmək, informasiyanı emal edə bilmək, yəni savadlılıq, kompetensiyası, komanda ilə işləmə bacarığı, sonra tənqidi təfəkkür, eyni zamanda yaradıcı təfəkkür, dəyərləndirmə, bütün təfəkkürlər burada inkişaf eləyir. Yəni məqsəd bundan ibarətdir. Bir də ki, bu təlimdə müəllim şagirdləri daha yaxından izləyir, daha yaxından tanıyır, təlim nəticəsini nə dərəcədə reallaşdırıb, reallaşdırmadığından əmin olur. Yəni praktik bir fəaliyyət var da burada. Amma yenə də deyirəm, burada vacib deyil ki, sırf deyə bilərsiniz ki, müəllimə, hamının fənnində praktika yoxdur ki, hamının fəndə laborator təcrübələr yoxdur ki. Bəli, hamıda yoxdur bu. Amma bu mənbə üzərində də araşdırıla bilər. Məsələn, mən qoymuram A bitkisi, B bitkisi, qoyuram 44 günlük müharibə ilə bağlı. Deyirəm ki, niyə bütün dünya, əksəriyyət dünya bizi dəstəkləmir, erməni dəstəkləyir? Məsələn, Qarabağ münaqişəsini qoyuram və bunu bir sual formasına qoyuram və araşdırma ilə bunu uşaqlar başlayırlar, mənbələrdən araşdırırlar, fasilitasiya eləyirəm, istiqamət verirəm, yön göstərirəm. Yəni, vacib deyil ki, sırf nədə olsun, sırf belə deyək də, təbiət elmlərində olsun. Testlərə necə düşür? Araşdırma ilə bağlı olur testlərdə. Onu o dəqiqə bilirsiniz ki, sorğu və araşdırmadan söhbət gedir. Sonra testlərdə deyir ki, müəllim şagirdlərə birbaşa müşahidə eləyə bilir. Şagirdləri daha yaxından tanıyır. Bəli, bu da sorğu və araşdırmadır. 21-ci əsr bacarıqları formalaşdırır. Bəli, formalaşdırır. Özünüz onu məntiqlə tapasınız. İnsan nəyisə araşdırır, ortaya nəticə çıxardırsa, onda hansı bacarıqların formalaşdırıldığı artıq üzə çıxır. Burada yaradıcı təfəkkür niyə var? Axı, ən birincidə şagirdlərin fərziyyələri var. O fərziyyələrdə kreativ ideyalar, yaradıcı təfəkkür ola bilər. Amma daha çox tənqid təfəkkürdür. Sonra keçdik birbaşa təlimə. Birbaşa təlim Rosenstein'in təlimidir. 2024 Time kitabında var təkcə, əvvəlki dərsliklərdə yoxdur. Sanki ənənəvi dərs oxşuyur. Amma təlimin məqsədi nədən ibarətdir? Dərsi hər kəsə əlçatan etmək, yəni inklüzivlikdən söhbət getmir. Nisbətən pasiv uşaqların da dərsdə öyrənməsini təmin etmək. Yəni, Rosenstein deyir ki, öyrənmə, yüksək səriştəli müəllim, yüksək səviyyəli öyrənmə o zaman baş verir ki, öyrənmədə sinifin bir hissəsi yox, sinifin çox hissəsi öyrənmə fəaliyyətində iştirak edir və öyrənmə baş verir. Buna deyirik birbaşa təlim. Yəni, birbaşa təlimdə əsas fikir bundan ibarətdir ki, bütün şagirdlər öyrədilə biləcək bacarığa malikdir. Fərqi yoxdur, aktivdir, passivdir, zəkası bir nisbətən, qavraması nisbətən geridir. Yəni, fərqi yoxdur. Sırf bunun mahiyyəti ondan ibarətdir ki, şagirdlərin hər biri öyrədilə biləcək potensiala malikdir. Hər bir şagird akademik və özgüvən baxımından inkişaf etməlidir. Eyni zamanda təlim elə təşkil olunmalıdır ki, şagirdlər həm öyrədilən məlumatları qəbul eləsinlər, həm də onların öyrədilən məlumatları başa düşməmə ehtimalı minimuma endirilsin. Sıfıra deməyək, yəni minimuma endirilsin. Buna deyirik birbaşa təlimin əsas prinsipləri. Amma birbaşa təlimin addımları da var. Birbaşa təlim 6 addımdan ibarətdir. Birinci addım rahatdır. Tədrisdə daxil olmamışdan əvvəl, yəni təzə mövzuya keçməmişdən əvvəl müəllim nə etməlidir? Əvvəlki mövzularla əlaqə saxlamalıdır. Yəni tədrisə başlamamışdan əvvəl qısa təkrarla başlayın. Bəli, bu olmalıdır. Çünki öyrənmə boşluqda baş vermir. Öyrətdiyimiz bütün məlumatlar əvvəlki biliklərin üzərində olur. Ona görə də mütləq tədrisə əvvəlkilərin təkrarı ilə başlamalıyıq. Amma burada bir məqam var. Ağzımıza gələni təkrarlamırıq da, onsuz da bu özümüz bilirik. Elə məqamları təkrarlayırıq ki, o məqamlar bu dərsdən əlaqəlidir. Düzdürmü? Yəni, bu dərsdən əlaqəli məqamları təkrarlamalıyıq ki, öyrənmə baş versin. Daha doğrusu, əvvəlki biliklər aktivləşsin. Əvvəlki biliklər aktivləşəndə şagirdlərin növbəti bilikləri öyrənməsində problem yaşanmır. Niyə? Şagird təzə biliyi öyrənəndə köhnə biliyi xatırlamaq üçün düşünmür, xatırlamağa çalışmır. Çünki biz onları artıq aktivləşdiririk. O bilikləri artıq ön plana çəkirik. Ona görə də tədrisə öncə öyrənilənlərin qısa təkrarı ilə başlamaq lazımdır. O məlumatları təkrarladırıq ki, o məlumatlar bugünkü dərsimizdə bizə lazımdır. Yəni, baz olaraq biz bugünkü tədrisi o məlumatların üzərində nə edəcəyik? Quracağıq. İkinci prinsip, materialı kiçik hissələrə bölərək təqdim etmək. Adətən testdə bu düşür.
Birbaşa təlimdə elə demək olar ki, testlərin 90%-də bunu salıblar ki, materialı müəllim şagirdlərə kiçik hissələrə bölərək təqdim eləməlidir. Bu nə deməkdir? Məsələn, mənə geniş bir mövzu verilibdir. Ümumi tarixdə məsələn biz elə olur ki, bir dövlətin həm yaranmasını, həm süqutun, həm daxili siyasətin, həm xarici siyasətin başdan ayağa keçirik. 7-ci sinif ümumi tarix ümumiyyətlə fəlakətdir. Elə 8-ci sinifdə belədir. 4-5 vərəqdir də. Yəni bunu biz şagirdə birbaşa təqdim eləsək, bu yadda qalmaz. Çünki bizim qısa müddətli yaddaşımız var ki, gündəlik yaddaşımız. Onun tutumu çox azdır. Yəni orada şagirdin yadında ancaq 5-6 məlumat qala bilər. Amma biz onu hissələrə bölüb şagirdlərə təqdim eləsək, onun yadda qalma ehtimalı daha çoxdur. Həm də burada bir məsələ var. Kiçik hissələrə bölərək təqdim edib və hər hissədən sonra şagirdə hansısa bir fəaliyyət veririk. Bu zaman öyrənmə bəli, effektiv olur. Məsəl üçün, mən keçirəm Moğol dövlətini. Əvvəlcə Moğol dövlətinin yarandığı şərait, yaranması, bu hissəni təqdim eləyirəm. Sonra kiçik bir fəaliyyət verirəm. Sonra onun daxili siyasətini təqdim edirəm, kiçik bir fəaliyyət verirəm. Sonra xarici siyasətini təqdim edirəm, kiçik bir fəaliyyət verirəm. Sonra süquta aparan vəziyyəti, süqutunun səbəbləri və s. Təqdim edirəm, kiçik bir fəaliyyət verirəm. Yəni şagirdlərdə artıq öyrənmə daha yaxşı baş verir. Amma bunu səriştəli müəllim olmalısan, yəni vaxt itirmədən sürətli şəkildə eləmək lazımdır. Yəni peşəkar müəllim burada bir məsələ ortaya çıxır ki, axı çox vaxt gedir. Mən bax görürsünüz sizdən heç soruşmadan ki, müəllim axı burada çox vaxt gedir, özüm müdaxilə eləyirəm. Burada bir məsələ ortalığa çıxır ki, ay müəllim, bunu mən kiçik-kiçik elədim, verdim, fəaliyyət verdim, 45 dəqiqə qutardı. Amma Rozenşayn elə demir. Rozenşayn aşkarlayıb, hardan aşkarlayıb bilmirik. Bunlar bu aşkarladıqlarım bizə, bunlar bəlkə də bunu neçə ilə aşkarlayırlar, neçə ilə tətbiq edirlər. Amma bizə deyirlər ki, bunu bir ilə tətbiq eləyin. Yəni, məsələ burasındadır ki, bizim bu cürə bizi incidirlər. Amma nə eləyək ki, deyir o, başqa çarəmiz yoxdur. Öyrənməliyik və salam. Rozenşayn özü deyir ki, səriştəli müəllimsənsə, sən bunu eləyəsən. Yəni, sürətli eləyəsən, az vaxt sərf eləyəsən. Əgər səriştəli müəllimsənsə, sən bunları, bu keçidləri sürətli eləyəsən. Sonra gəldik 3-cü prinsipə. 3-cü prinsip şagirdlərə nümunələrin təqdim edilməsidir. Düzdür, prinsipin biraz adı uzundur. Deyir, modellər və işləmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemi daha tez və daha yaxından, daha yaxşı həll etməyə kömək edir. Yəni, mən qısa konkret deyirəm, nümunələr təqdim edilməsi. Tutaq ki, tənlik keçmişsiniz şagirdlərə. 14 üstə gələk, x bərabərdir 20. Yəni, ibtidai sinifdən danışıram. Bu zaman biz bunu açıq şəkildə yazırıq özümüz. Bir dənə nümunəni özümüz yazırıq. 14 üstə gələk x bərabərdir 20, x bərabərdir 20 çıxaq 14, x bərabərdir 6, sonra qoyuruq yerinə. Yəni, bunu yazırıq, səsli düşünərək eləsək daha yaxşıdır. Səsli düşünərək eləsək daha yaxşı olar. Bu zaman şagirdlər bu nümunəni sanki mənimsirlər. Sonra da özləri tətbiq eləyirlər. Yəni, deyir, şagirdə dərsi keçəndən sonra birbaşa tapşırıq verilməsi düzgün yanaşma deyil. Əvvəlcə nümunə verməlisən. O nümunəni də özün işləməlisən, səsli şəkildə təqdim eləyərək işləməlisən. Sonra şagirdlər onu tətbiqə çevirməlidirlər. Sonra tapşırıqlarını verə bilərsən. Hələ tapşırıq vermirik, nümunəni veririk, tapşırıq verməyə gələcəm. Yəni, 3-cü mərhələdə şagirdlərə nümunə veririk və bu nümunə şagirdlərin gələcəkdə, yəni gələcək deyəndə elə həmin modeldən söhbət gedir, davamında özlərinin müstəqil işləməsinə şərait yaradacaq. 4-cü prinsipdə isə anlamanı yoxlayırıq. Deməli, qaydaq bir dənə başa. Verilənləri təkrar elədik, dərsi hissə böldük, təqdim elədik, kiçik bir fəaliyyət verdik, nümunə verdik. Anlamanı yoxlayırıq. Anlamanı yoxlayan zaman nə edirik? Adətən deyir, müəllimlər nə deyir uşaqlara? Uşaqlar, başa düşdü, sualınız var. Uşaqlar nə başa düşürlər yoxsa yox. Onlara lazım desinlər ki, hə, başa düşdük. Uşaqlar da deyir ki, hə, başa düşdük. Deyir, hə, onda keçdik tapşırığa. Bu düzgün yanaşma deyil. Anlamanı yoxlamaq üçün şagirdlərə sual vermək lazımdır. Şagirdlərə mövzunun belə deyək, təqdim olunan hissəsini ümumiləşdirmələrini istəmək lazımdır. Bir şagirdin verdiyi suala digər şagirdin münasibətini soruşmaq lazımdır, cavaba daha doğrusu. Anlamanı yoxlamaqda məqsədimiz nədir? Şagirdlərin öyrəndiklərini uzun müddətli yaddaşa keçirtmək, sanki refleksiya oxşur biraz. Bir də ki, müəllimə yeni təlim materiallarına yenidən qayıtsın yoxsa yox. Yəni, mən tapşırıq verməyə hazırammı artıq? Artıq dərs mənimsənilibmi? Anlamanı da yoxladımsa, demək ki, hazıram. Tamam. Hazıram, artıq 5-ci mərhələ gəlir. Şagirdlərə tətbiq etməyə şərait yaradırıq. Amma, bir amma var, bizim köməyimizlə.
Sizin köməyinizlə şagirdlərə tətbiq etməyə şərait yaradın. Yəni, şagirdlərə dəstək oluruq, fasilitasiya edirik, köməklik edirik. Şagirdlər artıq başlayırlar özləri tapşırığı eləməyə, bir tapşırıq veririk və bu tapşırığı başlayırlar tətbiq eləməyə. Burada 6-cı prinsip də var. 6-cı prinsiplə 5-ci prinsip eyni anda həyata keçirilə bilər. 6-cı prinsipdə söhbət nədən gedir? Çətin tapşırıqlar üçün skafoldinq eləmək. Bəli, çətin tapşırıqlar üçün skafoldinq etməliyik. Skafoldinq nədir? Yəni, şagirdin bilmədiyi bir şeyi bilənə qədər müvəqqəti dəstək. Buna idraki çıraqlıq da deyilir. Yəni, müəllim sanki uşağın idrakına şam tutur, çıraq tutur. İdraki çıraqlıq. Yəni, aydınladır onun idrakını, aydınladır. Yəni, çətin tapşırıqları şagirdlərə nə edirik? Necə skafoldinq edirik? Gəlin buna da bir nümunə deyim. Səsli düşünərək skafoldinq eləyə bilərik. Müəllim səsli düşünər tapşırıqları skafoldinq eləyər. Buna mütəxəssis düşünməsi də deyilir. Sonra şagirdlərin, axı biz mütəxəssisik də, məlumatlıyıq. Şagirdlərin edə biləcəkləri səhvləri əvvəlcədən biz belə deyək, müəyyənləşdirə bilirik. Məsələn, bilirik ki, bu mövzuda şagird harda ilişə bilər. Buna əvvəlcədən deyə bilərik ki, məsələn, burada çətinliyiniz ola bilər uşaqlar. Bilin ki, bu budur, bu da budur. Yəni, bu da skafoldinqdir. Sonra, müəllim şagirdlərə checklist verə bilər. Checklist yoxlama siyahısı deməkdir. Yəni, uşaqlar özlərini yoxlaya bilərlər. Bu siyahıda suallar ola bilər. Tutaq ki, mətindən bağlıdır. Deyir, mətində əsas ideyanı tapmaq istəyərkən hansı hissələrdə çətinlik çəkdim, hansı hissələri rahat tapdım və s. Bütün yazdığım essedə, məsəl üçün deyirəm, qrammatik cəhətdən düzgün yazmışammı, bütün cümlələrin böyük hərflə mi başlayır, ablaslara fikir vermişəmmi və s. Bu cür checklistlər də verərək şagirdi skafoldinq eləyə bilərik. Yəni, şagird qrammatik səhvlər eləməsin deyə o checklistlərə baxacaq, avtomatik onları düzəldəcək ki, deməli, müəllim məndən bunları istəyəcək. Yəni, çox vaxtımız getməsin deyə bu cür skafoldinq də eləyə bilərik. Sonra, şagirdlərə ekspert nümunələrin təqdim edilməsi. Yəni, ekspert nümunələr də odur ki, çətin hansısa tapşırıq varsa, müəllim onu nə edir? Nümunə təqdim edir ki, bunu bu cür eləyirlər. Burada əgər çətinlik çəkirsinizsə. Mərhələlər necə getdi? Bir dənə təzədən xatırlatma eləyim sizə. Birinci mərhələdə əvvəlki biliklərlə əlaqələndirdik. İkinci mərhələdə hissə böldük, təqdim elədik. Sonra kiçik bir fəaliyyət verdik. Hər hissədən sonra kiçik bir fəaliyyət verdik. Üçüncü mərhələdə müəllim nümunə təqdim eləyir, tətbiq etməklə bağlı. Yəni, tətbiqi özü eləyir nümunə üzərindən. Dördüncü mərhələdə uşaqların anladığını yoxluyur. Nə dərəcədə anlayıblar, anlamayıblar. Beşinci mərhələdə tətbiq eləmək üçün şərait yaradır, amma özü də dəstək olur. 6-cı mərhələdə isə skafoldinq eləyir. Yəni, 5-ci mərhələdə sadəcə fasilitasiya eləyir. 6-cı mərhələdə isə çətin tapşırıqlara skafoldinq eləyir. Yəni, 5 ilə 6 eyni anda da baş verə bilər. Ola bilər ki, müəllimin verdiyi tapşırıq elə indidən çətindir. Müəllim skafoldinq eləyə bilər. Yəni, bunu sırf addım-addım keçilməz deyə bir şey yoxdur. Bu da oldu birbaşa təlim. Yoruldum. Soruşmayacağım qaranlıq nəsə qaldı mı? Çünki testlərin işləmədən bilməyəcəksiniz qaranlıq nəsə qaldı mı, yoxsa qalmadı mı? Başlayırıq test işləməyə. Situasiya test işləyək bu günləri. Gəlin situasiya test işləyək.